Xalq təqviminə görə qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramına dək qalan 30 gün Bozay adlanır. Ölkəmizdə qış nə qədər sərt keçsə də, tarix boyu sakinlər onun gəlişini bayram kimi qarşılayır. Bununla bağlı müxtəlif adətlərə, inanc və mərasimlərə əməl edirlər. Başqa sözlə desək, xalqımız qışı xoş qarşıladığı kimi təntənəli şəkildə də yola salır. Şəkidəki Narınqala folklor evinin əməkdaşları da böyük çilləni xalq adətləri, ənənələri, inancları ilə yola salır, kiçik çilləni qarşılayırlar. Çillə gəldi, xoş gəldi, boş qablar narla doldu. Ən uzun bu gecədə dərd qəmimiz yox oldu. Böyük çillə dekabrın 21-dən başlayır və 40 gün davam edir. Bu vaxt qışın ən soyuq və ən sərt vaxtı hesab olunur. Kiçik çillə isə fevral ayından başlayır və 20 gün davam edir. Düzdür, böyük çillə qədər havalar sərt keçməsə də, amma biraz mülayim keçsə də, amma yenə də qışın soyuq havaları davam etməyə başlayır. Hətta xalq inanclarında böyük çillə və kiçik çilləni qardaş hesab edirlər. Çillələr folklorumuzda, məişətimizdə böyük və geniş bir yer alıb. Keçmişdə qış ayları əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. Adətən insanlar bütün yorğunluqlarını qış mövsümündə atardılar. Qış aylarında görüləcək işlər az olduğundan insanlar istirahətə daha çox üstünlük verirdilər. Bir sözlə, böyük və kiçik çillə onlar üçün bir əyləncə ayları idi. Bu yazı çillə gecəsi, bu gözəl çillə gecəsi. Tarix və mədəniyyət mərkəzlərindən olan Şəkidə də çillələr özünə məxsusluğu ilə seçilib qeyd olunub. Xalq inanclarına görə çillələr dəyişərkən 4 gün məsafə ilə biri digəri ilə mübarizə aparır və sonda barışaraq yerinə təhvil təslim edir. Narınqala folklor evinin əməkdaşları isə nənə və analardan eşitdiklərini qədim adət, ənənə və inancları ilə toplayaraq həm yaddaşa köçürür, həm də gənclərə öyrədir, təbliğ edirlər. Çillə gecəsinin də özünə məxsus atributları var. Məsələn, qarpız, balqabaq, nar, quru meyvələr və digər şirniyyatlar. Deməli, qarpız çillə gecəsində mütləq kəsilməlidir. Qarpızın kəsilməsi vaxtı niyyət tutulur. Bu niyyətdə hərə bir niyyət tutur, qarpız ortadan kəsilir. Əgər qarpız qırmızı çıxarsa, deməli, çilləmiz gözəl keçəcək, hər kəs öz niyyətinə çatasıdır. Balqabaq da mütləq olmalıdır ona görə ki, o günəşin rəmzidir. Bununla bərabər nar da dərələnir. Nar da birlik, möhkəmlik rəmzidir. Adətən böyük çillədən fərqli olaraq, kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Ona görə də kiçik çilləyə qışın oğlan çağı da deyirlər. Çillə sözü ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq, ağrıdan, acıdan çıxmaq deməkdir. Bütün çətinliklərin asan aşılması diləyi ilə.